Peyğəmbər salavatullah oturub Həzrət Əli, Zübeyir. Zübeyir məhəbbətlə, təbəssümlə baxır Həzrət Əli əleyhissalamın üzünə. Adam adamı sevəndə məhəbbətlə necə baxar üzünə. Həzrət Peyğəmbər soruşur ki, Əlini çox sevirsən? Deyir, bəli, Əli mənim çox yaxın adamım. Peyğəmbər buyurur ki, amma bir gün gələcək ki, zülmlə onun qarşısında dayanacaqsın. Özü təəccübləndi. O qədər inanmadı ki, keçdi sözün üstündən. Həzrət Zəhra dəfn olunanda barmaq hesabı adam onun dəfnində iştirak edirdi, bir də Zübeyir idi. Həzrət Əli əleyhissalamın məscidə qolu bağlı aparanda silah çıxartdı Zübeyir. Hücum elədi və Bəni Haşimə dedi ki, niyə bu günə qaldınız ki, dayanıb baxırsınız bu vəziyyətə? Gəldi, çatdı bu yerə ki, ilk Həzrət Əli xilafətə çatandan sonra ilk ona qarşı çıxan adam Zübeyir oldu. İki qoşun üzbəüz dayanıb, Zübeyir o qoşunun başçılarından bir, bu yana da Həzrət Əlinin qoşunu. Həzrət Əli əleyhissalam gəldi silahsız meydana. Həzrət Əli onu ehtiramla çağırdı. Dedi, ya Əba Abdillah. O da gəldi. Hamı gördü Əli əleyhissalam silahsızdı, söhbətə gəlib. Dedi, yadındadır, Peyğəmbərlə oturmuşduq, belə bir şey oldu. Dedi, başını tutdu, dedi, hə, yadıma düşdü. Qayıtdı, gəldi pərişan halda. Onun oğlu ki var, deyir, atasına başladı söz atmağa ki, nə oldu, qorxdun Əlidən falan. Dedi, mən qorxmadım, qorxmaq məsələsi deyil. Çox narahat halda yavaş-yavaş uzaqlaşdı qoşundan, çəkildi bir kənara. İbn-i Cürmuz adında bir adam vardı Həzrət Əlinin qoşununda. O gəldi, onu təqib elədi, onu öldürdü. Qılıncını götürdü, gətirdi Həzrət Əliyə ki, Zübeyri öldürdüm, Zübeyri öldürdüm. Deyə bilər ki, bu tövbə eləmişdi. İctimai fəsadın tövbəsi etirafdır. Həzrət Əliyə qarşı çıxmışsan, hür kimi olur tövbə ki, yervi dəyişəsən. Həzrət Əli gözü doldu, baxdı o qılınca, dedi ki, bu qılınc neçə dəfələrlə Peyğəmbərin ürəyini şad eləyib. Öldürəndə də etina eləmədi, dedi, Peyğəmbərdən hədis eşitmişəm ki, hər ikisi cəhənnəmlidir, ölən də, öldürən də.